Здесь мог погибнуть человек вот, из-за преступной халатности такой вражеской. Все-таки порезали, да? Все порезали, да. Уголовное дело? 4 веревки здесь было. Вот там до туда добрались по веревке. Угрожали, что мы порежем. Тут даже догадываться, не надо, кто это порезал. И при том двое даже угрожали, что вы там висите, мы все равно порежем. Вот сколько достали, столько порезали. Там подобрались по веревке, видишь, обрезали, потом спустились, тут обрезали, сколько достали. Так, камолот один там, это, закладка там, камолот. Одну утащили. Какую? Оттяжку. Оттяжку тащили. Да. Две оттяжки тащили. Камолот не смогли. На закладке тащили. На камне, все выкинули на камень, обрезали. Это надо додуматься, прийти, порезать веревки. Мои веревки тоже. Они сначала Все, сожгли. и потом, видимо, хотели сжечь концы еще. Сколько смогли обрезали, потом хотели поджечь. Чтобы... Но обещания они свои чистая сдержали. смерть. Если 10 метров упадет человек, это чистая смерть. Это потенциальное убийство человека. Вот такие вещи. Это кошмар, что творится. Высота приблизительно какая? 10 метров до земли, это чистая смерть. Это 3-й этаж. Камни видно. И сейчас идешь и не знаешь, может там надрезана веревка над тобой, может это сделали еще там. Не знаешь, что и думать теперь. Aleyküm. Birincisi, en önceden zəhmət olmasa sizin sənədlərinizə baxmaq istəyirsiniz. Kimsiz? Evet, mən baxmamışım. Mən baxmam, göstər bəsi, göstərin. Göstər bəsi, göstərin. Vəsiqənizi göstərin, zəhmət olmasa. Mən görməmişim. Zəhmət olmasa vəsiqənizi göstərin. Kim danışır məndən? Hamı vəsiqə göstərsin. Mən vəsiqəni göstərəcəm. Siz əgər Mən eşitmirəm səndən. bilmək istəyirsənsə, Mən vəsiqəyə sən göstərəcəm. rəhbərsən burada. Bu yarışlara görə belə mən rəhbəriyəm. Rəhbər Kimə sizin lazımdır? də Biz rəhbərlik məlumat veririk. İcra hakimiyyəti lazımdır, biz vermişik. Məlumat məktubdur, orijinal. Bu vəsiqə deyil, bu özüm mən printerdən çıxarda bilərəm. Bu yəni Aydındır, düzdür. İndi bizdə Buranın rəhbərini seçim yox. Elə gələndə. lap yoxdur. Heç kim Yanında rəhbərlik istəyirsiniz. Hə. Düşünün söhbətinizi. Mən düşmürəm. Rəhbərin yanı lazımdır rəhbərə. Nəsə aydın deyil rəhbərə gəlsin biz danışaq. Yəni mən demişəm bir dənə. Azərbaycan qanununa, idman qanunlarına görə biz heç bir qanunu pozmamışıq. Biz federasiya kimi hər bir yerdə yarışımızı keçirə bilərik və məlumatı biz lazımlı orqana çatdırmışıq və onlardan dünən mən olmuşam Elman müəllimi, Mustafayev Elman müəllimin yanında, icra hakimiyyətində və onun yanında danışmışıq biz. O deyib ki, problem yoxdur, yarışlarınızı keçirdə bilərsiniz və bəli, biz faksdan məktubumuzu almışıq. Başqa söhbət nə ola bilər? siz çox yerlərdə yarış keçirmişsiniz. Və Azərbaycanın bütün yerlərində biz Problemsiz olub da. həmişə Heç bir problem olmadı. problem olmuyor. Bir şey yok Bir ki. şey biləsiniz Orada ki, söhbət bir şey gəlin biləsiniz. baxın nə deyirlər də. Burada nə var ki? Biz gəlirik. Bəlkə elə deyirlər gedin Sizdə hansısa bir problem var da. Problemi də zəhmət olsa açıqlayın. Sən danışdın, mən qulaq asdım, sən də mənə qulaq as da. Yəni sənin hər bir yerdə yarışının heç bir problemi olmayıb. Bugün də problem yoxdursa, burada nə problem var ki, gələsən aşağı, bir dənə rəhbərlə danışasan, qarşılıqlı anlaşma olur, ilk yarışını keçirirsən də qardaş. Görürsən ki, fakt, dünən bugün problem var. Nə problem? Nə problem var, onu aydınlaşdırırsan. Yox, mən mənə də başım sən düşdü. məntiqli insansan da, yəni yəqin ki. Bəli, hər birimiz Mən indi gəlmişəm, siz gəlmisiniz, öz sənədlərinizi göstərmədən deyirsiniz ki, hansısa rəis orada aşağıda sizi gözləyir hansısa bir problemlərə görə. Mən nə bu problemin açıqlığını bilmirəm, nədən problem ibarətdir, nəyə görə mən bu boyda yolu düşməliyəm, sonra yenə qalxmalıyam bura. Nəyə görə sən məni bunu elətdirirsən axı? Sən açıqlamırsan. Deyirsən, sən normal bir insansansa, əgər fikirləşirsən, normal Yox, biz normal Ha, lap yaxşı, mən şübhəm yoxdur, şübhəm yoxdur. Amma qardaş, sən başa düşməlisən ki, əgər problem varsa, bu problemi demək lazım. Nə problem? Burada bir problem budur, kəndilərimi kəsiblər. Yəni ki, başqa bizdə bir problem yoxdur. Əgər sizdə bir problem varsa, zəhmət olmasa, onu aydın bizə deyin. Olmaz. Bizə tapşırıq var ki, olmaz. Nə olmaz?
Bizə kimə? Göstərin. Nə göstərəsən? Nə sənədlə, nə sənəd əsasında. Sənədim yoxdur mənim. Sən mənim kimi vətəndaşsan, sən mənə heç vaxt deyə bilməzsən ki, hardasa dayanmaq olmaz. Mən də sən deyirəm burada dayanmaq olmaz. Düş aşağı. Mən sənə də başa düşürəm. Mən də bura mənə bu stadletinin ucundan bir şey. Mənə lazımsız bir iş ki, mən bura gəlib baş qoşmuşam. Yox, sənətkarlıq demirəm. Mən də qıraqdan belə baxıram, deyirəm ki, deyirsən ki, əgər kimsə rəis var, nəyin rəisi? Bilmirəm, mən üçün vallahi bilmirəm. Mən Qusar rayon Gənclər və İdman Dairəsində həm rayon rəhbərliyi adından danışıram, həm də Azərbaycan Respublikası Gənclər və İdman Dairəsində. Elman müəllimin yanında olmuşuz, bayaqlar Elman müəllimlə danışdılar. Yarış keçirməyə icazə verir. Kim vermir? Rəhbərlik. Hansı rəhbərlik? Rayon rəhbərliyi həm də Rayon rəhbərliyi buna yəni bunun səlahiyyəti yoxdur, verilsin ya da verilməsin. Biz ondan icazə ümumiyyətlə almamalıyıq. Biz məlumatlandırırıq. Əgər verilmirsə yazılı şəkildə biz bunu görmək istəyirik. Belə qanun vericilikdə belə bir şey yoxdur ki, federasiya kimdənsə icazə alsın, öz yarışını hardasa keçirsin. Göstərin belə qanun, mən deyərəm, ha, mən qanunsuzluq iş görürəm. Yığışın hamımız buradan davay basın bayrağı. Göstərin ki, bu nazirlikdə belə bir qanun var, hansısa bir əsasnamədə, yoxsa hansısa bir ümumi qanunvericilikdə. Göstərin, mən deyim, həm siz yoxdursa, yox. Üzr istəyirəm, zəhmət olmasa bizim vaxtımızı almayın, çünki vaxtdan... Yox, yarış keçirmirik. Yarış keçirdik. Xeyr. Gedin oxuyun da zəhmət olun, mən çox üzr istəyirəm. O idmanla əlaqədar olan dokumentləri gedin, zəhmət olsa oxuyun, kubok nə olan şeydir, açıq kubok nə olan şeydir. Açıq kubok nə demək? O, mən zəhmət olsa deyim də... Yox, bildirir, bəlkə nə bilir ki, yoxlanılmalıdır xaricdən gələn vətəndaş. Necə? Bəlkə başqa məqsədlə gəlib onu tamojni, onu paqranzonu yoxlayır. O sizin səlahiyyətiniz yoxdur. Onda xahiş edirəm burada iştirak edən neçə nəfər yox? Gürcüstandan gəldi. Yox, neçə nəfər var ümumiyyətlə? Fərqi nədir ki? Mən bilmirəm. Siyahını təqdim edirəm. Kimi? Biz yoxlaya bilirik. Əlaqədar təşkilatları... Göstərin qanunu ki, biz... Yox, siz hələ demirsiniz. Biz də deyirik ki, siyahını verin, bizlə əlaqədar təşkilatları müraciət edin, yoxlasınlar burada. Verərik. İndi zapros yazı şəkildə zəhmət olmasa bu siyahı istəyin bizdən, biz də veririk bu siyahı. Problem yox. Heç bir problem yox. Yazı sürətdə. Yazın. Bax, bu məktub odur ki, mən buraya cavablayıram bu yarışlara görə. Siz baxa bilərsiniz. Emin Məmmədov hər şey var. Bu məktubu biz bir ay bundan qabaq göndərmişik və bilmirik nə səbəblərə görə çatmır. Ola bilsin çatıb atıblar, nə bilim, bilmirəm. Baxın datalarına. Bu rəsmi məktublardır. Bu məktubu bizdə problemlər yaranmağa başlayan kimi biz göndərmişik. O günü göndərmişik ki və burada maddəni də göstərmişik ki, toplanma formaları. Bu Azərbaycan qanununa görə. Nə yazılıb o toplanma? Yazılıb ki, toplanma ictimai yerlərdə ola bilər. Bura ictimai yer sayılmır. Yəni bu dağdır, ictimai yer. Məlumatınız var idi? Məlumatı var ki, siz icra hakimiyyətinə müraciət etmişsiniz məktubla, icazə istəmişsiniz. Bəli. İcazə rəhbərlik də icazə verməyibdir. İcazə istəməmişik. Burada məlumat üçün bildirmək istəyirik ki, burada var ki, icazə almaq istəyirik ki, yox. Məlumat üçün bildirmək istəyirik ki, biz yarışlarımızı keçirmək planlaşdırırıq. Olmaz, biz bir dövlətdə yaşayırıq, bir işlə məşğuluq. İdmanı biz inkişaf eləmək istəyirik. Siz hal-hazırda o idmanı bağlatdırırsınız. Biz yarışı keçirdirik. Yox, siz buradasınız, biz sizi dəvət edirik. İdman Nazirliyinin nümayəndəsi kimi sizdən xahiş edirəm ki, Gənclər İdman Nazirliyi ilə razılaşdırın. Mən sizə, siz oradan o orqandan gəlmirsiniz, rəsmi adam kimi. Mən sizi indi dəvət edirəm öz yarışlarımıza. Gəlin, iştirak edin, baxın, çay da süzərik sizə. Burada yarış keçirdik, həmişə iştirak etmişik, köməkliyi də göstərmişik. Söhbət ondadır ki, bizim də birinci dəfə burada yarış keçirdik. Və həmişə, rayon tərəfindən nəsə problem olur. Heç vaxt biz bu sözü... Həmişə nazirliyi ilə razılaşdırılır, yarış. Həmişə olur. Baxır, respublikanski yarış. O nazirliyi ilə... Bir dəfə bu əsasnamə işi razılaşdırılmıyıb. Bu əsasnamə daxili yarışdır. O... Respublika çempionatı keçirtmirik. Yarış olur respublika səviyyəsində. Onda nazirliklə bunu biz birbaşa hamısını razılaşmalıyıq. Təqvim planında sağ yarış olur, açıq kubok olur. Federasiya səviyyəsində. Hansısa bir yarış keçirəndə mənə nazirlikdən məktub gəlir, daxil olur. Şəxsən bizim idarəyə. O vaxtı mən köməkliyi də göstərərəm, rayon rəhbərliyə mən məlumatlandıracağım. Heç nə yoxdur. Ona görə biz icazə verə bilmirik. Çünki mənim də rəhbərliyim var. Sizin səlahiyyətiniz yoxdur ki, sizi icazə verməyəsiniz. Elə bir səlahiyyət yoxdur nazirlikdə. Biz onda hər məşqimizi də sizdən icazə alaq. Hər bir Bakıda bu 3 il ərzində 20 dənə kubok keçirilib, ola bilsin. Hər həftə keçiririk. Biz kimdənsə icazə... Yoxsa Qusar başqa dövlətdir, mən başqa... Qusar rayonu bəlkə başqa dövlətdir burada. Baza yox, baza bizim dağlardır. Hamı Azərbaycan bayrağını aşağı yanmalıdır.
Kardeşlerimiz yanılırsa oğullu var doğacak, ben sizin size yiyordum. Hayır kişi biz bayrağı... Azərbaycan bayrağına ham aşağıda canmalıdır. Ben başa düşüyorum, sizin Azərbaycan bayrağına hürmetiniz yoktu başa düşmenin. Kimdir burada? Kim? Bu göstermek lazım değil, bunu eləmək lazımdır. Zəhmət olunuz imkan verimiz bayrağı qaldıraq. Dikkat! Azərbaycan himni səslənir. Hamı düzülsün, formanızı qaydaya salın. Dövlət ramızda, hörmət ala qarşılara. Azərbaycan, Azərbaycan. Aziz yarış iştirakçıları, Traytonu qızdıran kuboku açıq elan edilir. Təşkilatlar, xahiş edirik. Hara geçirsiniz ama? Hara geçebilmezsiniz yanınıza bu, nereye geçirsiniz? Gəlin. Siz kimsiniz bak, şunun başa çıkın. Sen öndemiz alanınızda təqdim. Hara geçirsiniz, ha kişi? Sen ben burada diyormuşsun. Bu məhkəməyə verir. Təxribatla məşğul olmuyor. 51 çək. 51 çək mən. Mən sənə 51 çək. 51 çək mən sənə dedim. Nə danışırsınız? Nəyə gəlmişsiniz bura? Zəhmət olmasa özünüzü təqdim edin. Gəlin yuxarı. Təxribatla məşğul olmuyor. Baxımından bu olmaz. Daş düşər başınıza. Kaskalar götürün, geyinin durun. Qardaş, güc strukturusan, sənədi təqdim elə, biz də bilək kimi. Dikkat! Ərazi təhlükəsizliklə bağlanır. Xahiş edirəm, hamı da ərazi tərk eləsin. Bu siyasət deyil. Burada miting deyil. Bura idmandır. Azərbaycan prezidentinin siyasəti var. İdmanı inkişaf etdirməsi üçün. Təxribatla məşğul olmayın. Bura siyasət yeri deyil. Xahiş edirəm, imkan verin. İmtihanımızı keçəcək. Əgər siz prezidentin siyasətinə qarşı gedirsinizsə, gəlin. Keçin qabağa. Özünüzü təqdim edin. Özünüzü təqdim edin. İdman ustası Blankesov. Buyurun. Ad familiyanızı deyin. Görün kimsiniz. Gəlin da kimdir? Rəhbəriniz var, lideriniz var. Gəlin danışın. Görün kimsiniz artıq. Vəsiqənizi göstərin. Göstərin görün kimdir. Başka sizin de orada salahiyyətiniz var. Biz çıxaq gedək qardaş. Salahiyyətiniz var. Görsədim biz də çıxaq gedək. Biz qanunlara qarşı getmirik. Siz qanunlara rəyət edin. Qayıcım siz deyin. Mane olursunuz. Nə söyləyiriksə. Mane olursunuz. Mane olursunuz siz bir yarış keçməyiniz. Siz bizə 200 dərəcə təlimatçı. Azərbaycan vətəndaşı. Yıxma komandanın özüyüzsünüz dadaş. Siz kimsiniz qardaş? Siz kimsiniz? Abi təxribat aparmayın, biz yarış edin. Siz təxribat aparın. Onu yarışımız verin zaten. Siz əsas göstərin də. Nə əsas? Evet, biz başlayırıq yarışa. Başlayırıq. Tak, əziz idmançılar, hamı öz yerini tutsun. Siyahıya üzrə hamı çağırılacaq. Товарищи участники, говорит представитель Международной Федерации Альпинизма Александр Клёнов. Просьба всем покинуть опасную зону, потому что здесь может быть опасно, очень камни падают. Начинаем с этого. Всех участников соревнований и посторонних людей, которые здесь находятся, просьба покинуть опасную зону. Şimdi kimsen sen? Kimsen təqdim el özü? Kimsen sen? Təqdim el özü. Kim olmaz da adın senin? Bunu zəhmət olsa tərk edin təhlükəsizlik zonasını. Xahiş edirik iştirak eləməyən hakimlərdən savayı bütün insanlar xəttdən kənara çəkilsin. Стартовая позиция. Готовы? Внимание. Марш! Товарищи посторонние, пожалуйста, это очень опасно. Инструмент может упасть, и это травма очень большая может быть. Я прошу вас покинуть территорию, которая огорожена опасной зоной. Пожалуйста, все посторонние участники, покиньте зону изоляции, это опасно. Я вас просто прошу, потому что это опасно, не потому что я вас не люблю.
Это просто очень опасно. Он может уронить инструмент, это смертельно. Пожалуйста. Очень вас прошу. Кто может перевести, я не знаю, азербайджанский? Извините, я из Международной Федерации. İmzası var burada keçirmeye. Senedi var. Пожалуйста, скажите. Migrasiya xidmətinin. Я очень прошу прощения, вы откуда приехали? Я приехал из Европы, я представитель Международной Федерации альпинизма. Конкретно сможете сказать, откуда? Из какого? Я гражданин России. Гражданин России. Живу сейчас в Сидите Македонии. внизу, это все. А вы здесь кого представляете? Я приехал по приглашению от Международной Федерации. Я член Международной Федерации Очень приятно, УЕА. с приездом, У вас очень рады. туристическая виза. Туристическая виза. Конечно. А что вы здесь делаете? Потому что я Зарабатываете приехал деньги, на скалу. верно? На скалу. Нет, Нет, помогаю. я помогаю. Это мои друзья альпинисты. Problem ərazidən getmir ki burada. Milli parklar, Şahlarla hamısı Azərbaycan ərazisidir. Hamısı bizim Respublikanın ərazisidir. Biz təqribanla məşğul oluruz. Biz prezidentin siyasətini irəli sürürük. İdmanı inkişaf elətdiririk müəllim biz. Yeni növ, Hələ görür, yeni növ, bəli. icazəmiz yoxdur. Biz bunu təcrübədən keçirdirik. Biz bu Respublika yarışı keçirdik. İcazə alın sonra. İcazə alın sonra. Müraciət eləmirik. Biz yerli orqana müraciət Xeyr, eləmirik. Gənclər və İdman Nazirliyinə müraciət Firuz, niye verin daro? Niye verin? Ben bu adam biz bugün görüşmüşük bu adamla. Biz bu adamla görüşmüşük. Polisi sarmışıq. Biz polisi sarmırıq. Polis vahşi polisin aidiyyəti yoxdur burada. Polis nəyə gəlir? Siz polisi niyə çağırmısınız? Siz vahşi kimdir? Siz ekologiyadan gəlmişsiniz. Siz təqdim edin özünüzü. Bu İdman Nazirlikdən gəlir. Bir dənə sıkın. İdman Nazirlikdən gəlir. Siz ekologiyadan gəlirsiniz. Bəli. Ekologiya nə aidiyyəti var bu işlərə? Aidiyyəti yoxdur. Zəhmət olsa danışmayın. Azərbaycan yer torpağında sen niye burada dururam? Ben de burada dururam. Ben orada işləyirəm. Demək olar ki, Ekologiya Nazirliyi və Firex keçirilən yarışlarda mən hər yerdə dura bilərəm Azərbaycan vətəndaşı kimi. Durun, danışdıq. Durun baxın. Amma təhlükəsizlik. Kaskı qoyun. Üstdən kaska vermə. Yo, lazım yoxdur. Boş düşürmür. Təbliğə verirlər. Altın alırlar təbliğə verirlər. Я прошу всех покинуть Bak bu uşaqlar kimdir? Uşaqlar kimdir? Bu uşaqlar kimdir? Deyə bilərsiniz mənə. Bunlar tanıyırsınız. Mən emin mənəm. Bunlar tanıyırsınız. Bunlar sizdən deyil, ha? Heç biri. Yox, kənd uşaqlarımız da gəliblər. Nəyə gəlir? Uşaqsınız, bu kənddəsiniz. Ben bu kənd uşağı deyilsiniz. Orada bax polisa gəldi. 102'ye zəng gəlir. 102'ye zəng gəlir. Deşmirsən. Eləmək olar onu? Yox. Ya bu normal sivilizasiya. Ben sana dedim niye değişmişsen. Buna benim ərazim deyil, mənə heç müraciət yox. Ben bura girib burada. Mən deyirəm bura təhlükə. Deməz adama pisərsənirdi. Yox, mən dənə rüsum gətirsən. Azərbaycan hamısının ağzını burada boku tökürsən. Kimdir? Kimdir? Faktlarla danışın zəhmət olsun. Kimdir? Kimdir 20 nəfər rus? Sən necə bəx? Gəlin belə danışaq. Mən düşürəm həyətdə, başlayıram turnikdə məşq edirəm. Sənin həyətindir də oğlum. Mən də gəlirəm burada məşq edirəm. Olmaz. Kütləvi olmaz. Mən idmançıyam bu sahə üzrə. Bu da mənim iştirak elədiyim yerdir, məşq elədiyim yerdir. Deməli, məni məşq eləməyə qoymurlarsa, mən Azərbaycanın bayrağını dünya çempionatında məşq eləyə bilərsən. Kim sənə nə deyir? Deməli, prezidentin fərmanı var, idmanı inkişaf etdirək. Ona qarşı öyrənmə, öyrətmə. Mən səndən yaxşı deyirəm. İdmançıları qoymursunuz. İdmançıları qoymursunuz. Siz əsas göstərin, yazılı şəkildə. Adım emin mənlər. Federasiyanın nümayəndəsi. Nümayəndə mən gəlmişəm. Sizdən xahiş edirəm. Səssiz, küysüz, yanılı müsəlmançılıq. Biz də sizdən bu cəmaatı bir dəqiqə qulaq. Cəmaatı səssiz, küysüz. Yola salın. Anlası şeydə. Biz istəyirik əsasnamə. Nəyin əsasında? Hansı qanun əsasında? Yox, siz nəyə əsasən gəlmişsiniz? Biz federasiya kimi heç kəsdən icazə almamalıyıq. İstəyirsiniz, oxuyun qanunlarınızı. Bu İdman Nazirliyi nümayəndəsi buradadır, qoy oxusun qəşəng qanunlarını. Deməli, biz hamısını qanunla keçirtmişik və bu birinci dəfə deyil Azərbaycanda ki, biz belə bir kubuk keçiririk. Ancaq burada problem çıxır. Başa düşdümü? Burada problem heç vaxt icazə almamışıq. Gələndə sizin icazəniz olmalıydı əvvəldən. Kim deyir onu? Məktub göndərmişdi, müəllim. Kimə göndərmişdi? Gözlə. Hansı qanunda var ki, icazə olmaz? Участники, становитесь. Так, товарищи участники,
Сегодняшний день классификационных соревнований заканчивается. Yarışın rəsmi bitməsi haqqında elan edirik. Участники идут вниз. İştirakçılar hamı aşağı gedir. Судьи, помогающие, остаются здесь снять снаряжение. Köməkçilərlə hakimlər burada qalır. Выясняется дальнейшая наша судьба на завтра. Мы вам объявим. Все. Bir sözlə uğurlar, çox sağ olun ki, iştirak elədiniz, yaxşı yol. Vперед!